Hörmətli müəllimlər, bugünkü dərsimizdə əks əlaqənin qurulması, effektiv rəyin verilməsi haqqında danışacağıq. İlk olaraq, formativ qiymətləndirmə haqqında bir xatırlatma edək. Formativ qiymətləndirmə nə idi? Formativ qiymətləndirmə öyrənmə prosesinin əsasını təşkil etməklə şagirdi irəliyə aparan, qoyulmuş məqsədə çatmaqda ona kömək edən bir prosesdir. Bu prosesin uğurlu olmasını şərtləndirən əsas amil isə şagirdlərlə effektiv əks əlaqənin qurulmasıdır. Effektiv əks əlaqə dedikdə nə başa düşürük? Effektiv əks əlaqə şagirdə məqsədə çatmaq üçün gördüyü işin gedişatı və etdiyi cəhdlər haqqında verilən məlumatdır. Formativ qiymətləndirmə zamanı vacib məqamlardan biri də qeyd elədik ki, nədir? Şagirdlərə verilən rəydir. Əks əlaqə rəy, yəni şagird necə fəaliyyət göstərib və şagird daha yaxşı necə fəaliyyət göstərə bilər. Bu informasiya, şagirdi ötürdüyümüz bu informasiya nədir? Effektiv əks əlaqədir. Qeyd etdik ki, effektiv əks əlaqə həm müəllim-şagird arasında, eyni zamanda da şagird-şagird arasında ola bilər. Əks əlaqə dedikdə, əks əlaqə məsləhət vermək, tərifləmək və ya qiymət vermək deyil. Bir də qeyd edirəm, əks əlaqə şagirdə məqsədə çatmaq üçün gördüyü işin gedişatı və etdiyi cəhdlər haqqında verilən məlumatdır. Ümumiyyətlə, nəinki şagirdlər, həmçinin elə biz özümüzün də hər zaman rəyə ehtiyacımız var. İstər elə bu iş prosesində olsun, istər ailə həyatında olsun, insanın hər zaman rəyə ehtiyacı var. Yəni, rəy insana nəyi düz edib etməməyi barədə verilən bir informasiyadır. Rəy necə verilməlidir? Keçmişə yönəlik yox, gələcəyə yönəlik olmalıdır. Keçmişə yönəlik rəy dedikdə, yəni, məsələn, nümunə olaraq baxaq, elastiklik qüvvəsinə aid verilmiş tapşırıqların çoxunu səhv etmisən. Gərək diqqətlə işləyərdin. Fikir verirsinizsə, deyir ki, yəni, bunu səhv işləmirsən, gərək diqqətlə işləyərdin. Keçmişə yönəlikdir və sanki dünya dağıldı, keçmişdə oldu, bunun bir çarəsi yoxmuş kimi şagirdi qapalı düşüncə tərzinə gətirib çıxarır. Şagird düşünür ki, hə, təəssüf, mən gərək belə eləydim, gərək elə deydim, səhv etdim. Ona görə keçmişə yönəlik rəy vermək doğru deyil. Rəy gələcəyə yönəlik olmalıdır. Elastiklik qüvvəsinə aid tapşırıqların 4-ünü düz həll etmirsən, bu yaxşıdır. Səhv elədiklərini isə düsturdan diqqətlə istifadə etməklə yenidən həll et. Pozitivlə başladı, 4-ünü düz həll etmirsən və gələcəyə yönəlik oldu. Səhv etdiklərini düsturun köməyi ilə deyir, həll et, yenidən həll et. Məsələn, ola bilər ki, şagird 10 test nümunəsində məsələn deyirəm, birini düz yazıbdır. Yenə də biz mütləq pozitivlə başlamalıyıq. Həmin o bir düzünü vurğulayaraq, afərin, bunu düz etmirsən, bunları filan düsturdan istifadə etməklə, filan qaydaları və yaxud təkrarlamaqdan, filan məsələlərdən istifadə edərək yenidən həll et. Yəni, pozitivlə başlayırıq və gələcəyə yönəldirik. Rəyin verilməsinə digər vacib məqam isə emosiyalara yönəlik yox, idraki fəaliyyətə yönəlik olmalıdır. Yəni, emosiyalara yönəlik rəy deyəndə biz şagirdin şəxsinə deyil, idraki fəaliyyətinə görə rəy verməliyik. Yəni, emosiyalara yönəlik rəy, məsələn, afərin, sən ağıllısan, sən zəkalısan, nə bilim, supersən, bu cür emosiyalara yönəlik rəy vermək doğru deyil. Bəzən müəllimlər düşünür ki, şagirdi təriflədik falan, sonra şagird oxumadı. Bu ola bilər. Çünki demək ki, müəllim doğru rəy verməyib şagirdə. Şagirdə emosiyalara yönəlik rəy verəndə, əlbəttə ki, şagird sonra oxumayacaq. O müəyyən hədəfinə, istəyinə çatandan sonra oxumayacaq. Ona görə də ağıllısan, zəkalısan kimi emosiyalara yox, idraki fəaliyyətə yönəlik rəy verməliyik. Məsələn, idraki fəaliyyətə yönəlik rəy deyəndə, məsələn, tapşırıq zamanı anlayışları düzgün təhlil etməyini,
yüksək dəyərləndirirəm. Burada fəaliyyətə yönəlik oldu. Və yaxud da tapşırıq zamanı çox çalışmısan, bunu yüksək qiymətləndirirəm. İdraki fəaliyyətə yönəlik olanda şagird həmən o, yadınızdasa biz bunu Karl Dweck nəzəriyyəsində bildirmişdik ki, yəni şagird onda daha çox çalışır, daha çox fəaliyyət düşünür ki, hə, müəllim fəaliyyətini qiymətləndirdi, daha yaxşı fəaliyyət göstərməyə, daha çox çalışmağa çalışacaq. Ona görə də emosiyalara yönəlik yox, idraki fəaliyyətə yönəlik rəy verməliyik. Rəy müəllim-şagird dialoqudur. Müəllim-şagirdin dialoqu, şagirdin hazırki vəziyyəti və şagirdin gələcək nailiyyətinə yönəlir. Yəni, müəllim-şagirdin dialoqu, yəni rəy, şagirdin hazırki fəaliyyəti ilə bağlı olur. Yəni, hazırda nəyi düz yazmısan, nələri düz yazmaq üçün, irəli getmək üçün nələr edəcəksən deyə şagirdin gələcək nailiyyətinə yönəlir. Yəni, hədəfə doğru çatmasına, gələcək nailiyyətinə bir istiqamət vermiş olur. Eynilə də biz rəy verən zaman mütləq spesifik rəy verməliyik. Yəni, rəy mümkün qədər spesifik olmalıdır. Burada yəni, spesifik dedikdə, yəni şagird haqqında informasiya ona ümumi olaraq verilməməlidir. Dəqiq aspektləri vurğulayaraq çatdırmaqdır ki, şagird burada daha nələri etməli olduğu barədə dəqiq məlumat almış olsun. Məsələn, bəzən olur ki, elə əhsən, yaxşı işləmsən kimi rəy verilir. Əhsən, yaxşı işləmsən kimi rəydir. Konkret olaraq nəyi doğru etdiyi göstərmir. Yəni, spesifik deyil. Eynilə də, məsələn, hələ ki, lazımi səviyyədə deyilsən formasında verilən rəydə şagirdə konkret olaraq nəyi düz etmədiyini və ya lazımi səviyyəyə çatmaq üçün nə etməli olduğunu demir. Ona görə deyir, rəy spesifik olmalıdır ki, yəni, spesifik olsun ki, şagird konkret olaraq şagirdə məlumat verilsin. Yəni, hələ ki, lazımi səviyyədə deyilsən, şagird necə bilsin, nə bilsin ki, lazımi səviyyədə olmaq nə deməkdir? Məsələn, lazımi səviyyədə olmaq üçün nə etməlidir? Buna görə də biz rəyi verərkən spesifik verməliyik, konkret verməliyik. Və mümkün qədər rəy vaxtında verilməlidir. Yəni, müəllim şagirdə müşahidə etdiyi və yaxud da çatdırmalı olduğu bir məsələni ona günlər, aylar sonra bildirməməlidir. Rəy vaxtında veriləndə daha effektiv olur. Düzdür, bəzən vaxt çatışmazlığından ola bilər ki, vaxtında verilməsin, amma bilməli olduğumuz məqam ondan ibarətdir ki, vaxtında verilən rəy daha effektivdir. Şagird nailiyyətini təlim məqsədləri baxımından dəyərləndirmək. Şagirdə verilən rəy onların əldə etmək istədiyi xüsusi bir nailiyyət barəsində olduqda daha effektiv xarakter alır. Yəni, rəy şagirdə son məqsədə çatmaq üçün nə etməli olduqlarını aydın şəkildə bildirməlidir. Rəy şagirdə qoyulmuş məqsədə doğru aparmaq üçündür. Yəni, biz rəyi elə verməliyik ki, şagirdi qoyulmuş məqsədə doğru aparsın. Rəyi həssaslıqla verməliyik. Yəni, biz şagirdə rəy verərkən həssaslıqla verməliyik. Mütləq ki, pozitivdən başlamalıyıq, pozitiv istiqamətli verməliyik. Yəni, biz bununla, məsələn, 10 tapşırıqdan birini düz yazıbsa, afərin, bunu düz yazmısan, üstündə yaxşı çalışmısan, demək ki, filan məsələlərdən istifadə etməklə, filan, məsələn, məqamları təkrarlamaqla və yaxud da filan məsələlərin üstündə bu cür çalışmaqla sən o birisiləri də doğru həll edəcəksən və yaxud da yenidən həll et və s. Yəni, biz burada müsbətini vurğuladıq və gələcəyə nailiyyətə çatması üçün, irəli getməsi üçün rəy verdik, istiqamət vermiş olduq. Yəni, mütləq müsbətdən başlamalıyıq ki, müsbətdən başlayanda şagirddə də özgüvən olur. Yəni, şagird bilir ki, biz səndə səhifə axtarmırıq. Məqsədim səndə səhifə axtarmaq deyil, yəni mən sənin müsbətini də görürəm. Ona görə mütləq rəy verərkən müsbətdən başlamalıyıq. Nəinki şagirdə, eynilə də bu, məsələn, hər bir ailədə övladımıza da rəy verəndə və yaxud da işdə, məsələn, ehtiyac olub yoldaşınıza, iş yoldaşınıza da rəy verəndə həmişə müsbətdən başlamalıyıq. Və bu, qarşı tərəfə özgüvən verməklə bərabər, yəni bir rahatlıq verir. Ki, yəni müsbətim də var və bunları da düzəldərəm, üzərində işləyərək
daha yaxşı düzəldə bilərəm. Və digər bir məqam isə şagirdin monitorinqin çox ciddi şəkildə olması şagirddə narahatlıq yaradır. Yəni müəllim daim ona nəzarət etdiyini, o kontrolunu şagirdə yaxından hiss etdirəndə şagirddə həyəcanlanma başlayır və bu həyəcan da təbii ki, həyəcan olan yerdə öyrənmə baş verə bilməz. Həyəcanlandığı üçün yavaş-yavaş şagird öyrənmə prosesindən uzaqlaşır. Yəni beyin artıq başqa istiqamətə getmiş olur. Və bir məsələni də diqqətimizə saxlamalıyıq ki, müqayisə etməməliyik. Şagirdi müqayisə etmək olmaz. Yəni digər yoldaşları ilə müqayisə etmək, məsələn, sən də filan kəs kimi filan üsuldan istifadə eləsəydin, nəticən yaxşı olardı kimi müqayisəyə, rəqabətə gətirəcək ifadələrdən uzaq olmalıyıq. Yəni ümumiyyətlə bəzən düşünürlər ki, niyə rəqabət varsa şagird oxuyur, akademik nəticələri yaxşı olur falan. Amma bir məqamı unutmamalıyıq ki, rəqabət insanı emosional baxımından zədələyir. Yəni insan ömrü boyu gözü başqasında olur. Ömrü boyu özünü başqası ilə müqayisə edir və şagirdi biz başqası ilə müqayisə edəndə ona özgüvənsizlik yaranır. Müqayisə etdiyimiz şagirdə qarşı onun içərisində qıcıq, paxıllıq yaranır və ona görə də rəqabət tamamilə yanlışdır. Rəqabət etmək doğru deyil və yəni bəzən deyirlər sağlam rəqabət, rəqabətin sağlamı yoxdur. Rəqabət hamısı xəstədir. Yəni biz şagirdə özü ilə müqayisə edə bilərik. Yəni əvvəlki vəziyyəti ilə, əvvəlki səviyyəsi ilə sonrakı dövrdə nə öyrəndi, sonrakı mərhələdə hansı inkişafı əldə etdi. Əvvəlki vəziyyəti ilə sonrakı inkişafda olduğu məqamı biz özünü özü ilə müqayisə edə bilərik. Məsələn, keçən dərsimizdən fərqli olaraq artıq anlayışlar arasında əlaqə qura bilirsən, artıq fikrini əsaslandıra bilirsən. Yəni əvvəlki vəziyyəti ilə, əvvəlki durumu ilə sonrakı vəziyyətini biz burada müqayisə elədik. Yəni başqası ilə müqayisə etmədik, xeyr, özü ilə müqayisə etdik. Və rey zamanı da aşağıdakı ifadələrdən istifadə etməliyik. Yəni tapşırıqlar üzərində yorulmadan çalışmağın xoşuma gəlir. Necə həssaslıqla şagirdə bildirir. Mən görürəm ki, tapşırığın həllində bu üsuldan istifadə etmirsən. Mən görürəm ki, mənə maraqlıdır ki, bu məqamda bu üsuldan istifadə etməyin səbəbi nədir? Mənə maraqlıdır ki, demir, niyə bu üsuldan istifadə etmirsən? Mən bu üsulu məsləhət görərdim və yaxud da bu üsuldan istifadə etsən daha səmərəli olardı, demir. Deyir ki, mənə maraqlıdır, bu məqamda bu üsuldan istifadə etməyin səbəbi nədir? Əgər bu tapşırıq üçün digər bir üsuldan istifadə etsəydin, nəticə gözlədiyin kimi olardı mı? Yəni, demir ki, bu üsuldan yox, bu üsuldan istifadə eləsən necə olar və yaxud da bu çox həssaslıqla çatdırır ki, əgər bu tapşırıq üçün digər üsuldan da istifadə etsəydin, nəticə gözlədiyin kimi olardı mı? Yəni, çox həssaslıqla rəy verməliyik və konstruktiv rəy verməliyik. Yəni, qeyd edək ki, rəy yalnız müəllim tərəfindən verilmir, şagirdlər də özləri bir-birinə rəy verə bilərlər, amma bunun üçün təbii ki, bu bacarıq onlarda formalaşdırılmalıdır. Bildiyiniz kimi, məqsədə görə əks əlaqənin formativ və summativ formaları var. Formativ əks əlaqə öyrənmə prosesində verilir və əsas məqsədi şagirdi inkişaf etdirmək, fəaliyyətini düzgün istiqamətləndirmək və summativ qiymətləndirməyə qədər şagirdi inkişaf etdirməkdən ibarətdir. Summativ isə yəni yekunlaşdırıcı əks əlaqədir. Yəni bölmənin sonunda, fəaliyyətin sonunda verilir. Şagirdin bilik bacarıqlarının nəticəsi kimi bir dəyərləndirmədir. Yəni şagird hansı bacarıqları qazandı və qoyulmuş məqsədə nə dərəcədə çatdı, nə dərəcədə çatmadı, bu haqda yekunlaşdırıcı summativ əks əlaqə veririk. Əks əlaqənin növləri haqqında danışacağıq. Konstruktiv əks əlaqə. Üzr istəyirəm, korrekt edici əks əlaqə. O qədər konstruktiv dedim. Korrekt edici əks əlaqə isə, məsələn, şagird prosesin içərisindədir. Orada hər hansı bir xırda səhvlər eləyib və yaxud da xırda unutduqları və biz orada korreksiya eləyirik və düzəliş edirik.
Təbii ki, müəllim şagirdin yazısına düzəliş etmək hər an doğru deyil. Yəni bunun üçün şagird prosesin içərisində olmalıdır. Məsələn, şagird lövhədə misal eləyir, uzun-uzadı bir misalın içərisində, orada hər hansı bir ədədin qarşısına, məsələn, mənfini, müsbəti unudub, müəllim markeri götürür, sakitcə mənfini qoyur qarşısına, müsbəti qoyur və yaxud da tarixdə hər hansı bir təqvim hesaplamasıdır, unudub orada eradan əvvəl sözünü unudub, proses yanlış olacaq. Götürür orada yavaşca E.ə qoyur. Qeyd elədiyim kimi, bu düzəliş hər zaman olmur. Prosesin içərisində olduğu üçün biz orada şagirdi saxlasaq, özü öz səhvini düzəltməyə yönəlsək, artıq sonra o proses yarımçıq qalacaq və sonra da onu yenidən o prosesə fokuslamaq, yenidən o prosesi kökləmək çətin olacaq. Ona görə də şagird prosesin içində olduğu üçün biz orada xırda düzəliş ediriksə, bu korrekti edici əks əlaqədir. Təsvir əks əlaqə. Bu əks əlaqədə isə şagirdin nəyi yerinə yetirib yetirmədiyi təsvir olunur. Yəni, müəllim şagirdin fəaliyyətindəki uğurlar və çatışmazlıqlar haqqında detallı şəkildə fikir bildirir. Yəni, bu zaman müəllim heç bir münasibət göstərmir. Məqsəd şagirdin diqqətini, tapşırığın hansı hissəsinin uyğun olub olmadığını şagirdin diqqətinə çatdırmaqdır. Bu oldu hansı əks əlaqə? Təsvir əks əlaqə. Konstruktiv əks əlaqə. Konstruktiv əks əlaqə isə şagirdin tapşırıqda nəyi düzgün, nəyi yanlış yerinə yetirdiyi haqqında məlumat verir ki, burada bu məqamları düz yerinə yetirmirsən, burada filan məqamlar yanlışdır. Yəni, düzünü də vurğuladı, səhvini də vurğuladı ki, səhvini, düzünü bilməlidir şagird. Və səhvləri necə düzəltsin, səhvləri necə düzəltməyin yollarını da göstərir. Bu oldu hansı əks əlaqə? Konstruktiv əks əlaqə. Bir də var motiv edici əks əlaqə. Motiv edici də elə adından göründüyü kimi motive eləyir. Məsələn, ola bilər ki, öyrənmə çətinliyi olsun və yaxud da nailiyyət səviyyəsi aşağı olan şagird olsun. Yəni, özgüvəni aşağı ola bilər. Biz burada şagirdi motive eləyirik, həvəsləndiririk. Bax, afərin, bax, bunu burada düz eləmişsən. Çox bəyəndim, yəni çox yüksək qiymətləndirirəm. Demək, çalışsan, bu məqamlara da diqqət etsən, burada filan səhvlərini, filan məsələlərdən istifadə edərək həll etsən, onu da düz yazacaqsan. Yəni, əlimizdən, jestlərdən biz onu motive eləyirik, onu həvəsləndirməyə çalışırıq. Bu olur nə? Motive edici əks əlaqə. Yəni, motive edici əks əlaqə şagirdlərin öyrənmə prosesində göstərdikləri səyi, uğurlarını, xüsusi məqamlarını vurğulayırıq. Yəni, istənilən şagirdin hardasa bir müsbəti var, çalışmasında hardasa bir doğrusu var. O müsbətindən götürərək biz onu motive eləyirik ki, o daha həvəsli fəaliyyət göstərməyə çalışsın. Və əks əlaqənin məzmunla bağlı öyrənmə prosesi haqqında, məzmun haqqında əks əlaqə və məhsul haqqında əks əlaqə var. Öyrənmə prosesi haqqında elə adından da göründüyü kimi bu proses əks əlaqə şagirdin öyrənmə prosesinə, yəni şagirdin öyrənmə strategiya və metodlarına fokuslanır. Məqsədi şagirdin özünün problem həll etmə və öyrənmə prosesinin yaxşılaşdırılmasına nail olmaqdır. Yəni, proses adından da göründüyü kimi proses haqqında verilən əks əlaqə konstruktiv, təsviri, motive edici və korrektiv edici ola bilər. Yəni, burada öyrənmə prosesi ilə bağlı olan əks əlaqə elə adından da göründüyü kimi öyrənmə prosesi haqqında əks əlaqədir. Məzmun haqqında əks əlaqə isə məzmunla təbii ki, bağlı olacaq. Bu əks əlaqə fənni məzmunu ilə bağlı olur, yəni şagirdin təqdim etdiyi tapşırığın məzmununa yönəlir, materialın dəqiqliyi, aktuallığı, dərinliyi haqqında informasiya verilir. Yəni də məzmun haqqında verilən əks əlaqədə konstruktiv, təsviri və korrektiv edici ola bilər. Yəni, biz burada məsələn məzmunda nə ola bilər? Məsələn, qaydalar ola bilər və yaxud düsturlar ola bilər. Yəni, məzmunla bağlıdır. Məzmun haqqında əks əlaqə. Məhsul nəticə isə, yəni məhsul nəticə, sonda şagirdin nəticəsi. Burada şagirdin gördüyü işin nəticəsinə yönələn əks əlaqədir. Burada tapşırığın nəticəsi olaraq, tapşırığın nəticəsində tamlıq, keyfiyyət, qoyulan meyarların tələblərinə uyğunluğu haqqında rəy verməkdir. Yəni, məhsul haqqında verilən əks əlaqə də adətən summativlərdə olur.
Yəni göründüyü kimi əks əlaqə müxtəlif məzmunlu və məqsədli olur. Yalnız əks əlaqə effektiv hesab edilir ki, şagird üçün faydalı olsun, şagirdi gələcək nailiyyətlərə aparsın. Məsələn, bəzi müəllimlər dəftərlərdə qırmızıdan yazırlar, səhvlərini düzəldirlər, yazıb verirlər. Yəni o şagirdi gələcəyə aparmırsa, şagirdin fəaliyyətində bir inkişafa səbəb olunursa, gələcəyinə səbəb, o rəyin heç bir əhəmiyyəti yoxdur. Rəy o zaman effektiv olur ki, şagirdi olduğu yerdən irəli doğru aparsın, inkişafa doğru aparmış olsun. Və qeyd olaraq onu da bildirək ki, əks əlaqə şagirdin yalnız akademik fəaliyyətinə deyil, həmçinin də onun davranışına, sosial bacarıqlarına, ünsiyyətinə də verilməlidir. Bunun üçün də təbii ki, müəllimin müşahidə bacarığı yüksək olmalıdır. Belə hörmətli müəllimlər, bugünkü mövzumuz bu qədər. Növbəti dərsimizdə görüşənə qədər. Sağ olun.